Bu ilin ilk 2 ay ərzində Azərbaycanın xarici ölkələrdən 35.707 ədəd rəngli televizor gətirilib. Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, idxal olunan bir ədəd televizorun orta gömrük dəyəri $284 olub. Qeyd edək ki, televizorların böyük əksəriyyəti 97,5% 4 ölkədən gətirilib. Belə ki, televizorların 73,3% və ya 26.159 ədədi Çindən, 16,8% və ya 5.982 ədədi Misirdən, 4,5% və ya 1.606 ədədi İndoneziyadan, 2,9% və ya 1033 ədədi Özbəkistandan idxal edilib. Onu da bildirək ki, Çindən gətirilən televizorların bir ədədinin orta gömrük dəyəri $231 və ya 394 manat, Misirdən $495 və ya 841 manat, İndoneziyadan $239 və ya 406 manat, Özbəkistandan isə $252 və ya 428 manat təşkil edib.